Bu günləri Rusiya Federasiyasında yaşayan bir həmyerlimiz barəsində qısa bir məlumat vermək istəyib. Neçə ildir buradadır, hansı sahədə işləyir və Azərbaycanın hansı bölgəsindəndir? Gəlin. Salam aleykum. Salam aleyküm, xoş gəlibsiniz. Adınız bəy? Məhəmməd. Azərbaycanın hansı bölgəsindənsiniz? Mən Masaldan. Neçə ildir burada yaşayırsınız? 2010-cu ildən. Hansı sənədləriniz var? Məndə vidna cidlistim. Nəyin əsasında bu sənədi almışsınız? Evlilik. Burada yaşayandan hansı sahələrdə işləmisiniz? Qardaşımın biznesi var idi. Qardaşımın biznesində işləyirdim. Biznes bağlanandan sonra taksidə işləmişəm. Taksiden çıxandan sonra elə günə satıcım. Bu sahələrin hansı daha sərf eləyər və maaşlar, primer nə qədər pul qazanırdı, əmək haqqınız nə qədər olurdu? Siz qardaşın yanında işləyəndə nə qədər pul qazanırdınız? Taksidə nə qədər pul qazanırdınız? Və indi hal-hazırda işlədiyiniz məkanda nə qədər pul qazanırsınız? Qardaşımın yanında mən orada müdirin köməkçisi sayılırdım. Bəli. Orada çox qazanırdım əlbəttə ki. Məbləğ? Məbləğ ayıma 150 min olurdu. Çox da olurdu. Taksidə işləyəndən sonra çox az. Çünki işləmək istəmirsən. Taksidə işləyən üçün iş var. Prosta səhər saat 6-da durasan, axşam saat 8-də 9-a qədər işləsən, iş olacaq. Belə prosta gəzim özüm üçün oynamayana, prosta hər gün duracaqsan, benzin ayrında işləyəcəksən, ondan başqa etsən. Taksidə bir də onda məsləhətlidir ki, maşın özün ola. Onda o ayrında pulda qalacaq sənin özü. Bəs bu satıcı sahəsində maaşlar neçədən neçəyə qədər qalxır və bura gəlib satıcı işləmək istəyən insanlara nə demək istəyərsən? Yəni, Azərbaycanla buranı primerlə müqayisə eləyəndə sizcə sərf eləyərmi burada gəlib işləmək? Bəli, əlbəttə ki, burada sərf eləyər işləmək. Məsələn üçün, mən özüm burada 3000 alıram. Satıcı başlayır 2000-dən 4000 də olur, 4500 də var, 5000 də var, baxır nə satacaqsan. Qaldı ki, o adama məsləhət görərəm ki, satıcı işləməyi Azərbaycandan yoxsa hansı ölkədən təzə gəlib bura, heç bir tanışı yoxdur, heç yer tanımır, gəlib sıfırdan başlamaq üçün satıcı işləyə bilər. İşte bu özünə tanış yığınca, sənədlərini düzəldincə, gündə heç olmasa 3000-i götürsün, hər axşam getsin evinə, gələcəyə nəsə başlamaq üçün ancaq satıcı. Və yaxşı bəy, arzularınız bir 5 il, 10 ildən sonra nəyə nail olmaq istəyərsiniz? Yəni sizin uşaqlıq arzunuz varmı və ya bu gündən sonra və ya bu yaxınların 5 il, 10 il qabağa baxanda nəyə nail olmaq istəyirsiniz? Sözün düzü biznesdir. Bilmirəm nə biznesidir. Bəli. Hər şey ola bilər. Birinci fikrim odur ki, çox pul qazanmaq. Çox pul qazanmaq üçün də istəyirsənsə çox pul qazanmaq, biznes girməlisən. Olsun meyvə, olsun mağaziyə, şah verməsi olsun, hər şey ola bilər. Azərbaycandan bura gəlib gözəl insanlar, bizim həmyerlilər, bura gəlmək istəyən insanlara nə demək istəyirsiniz? Vacibi nə SMS göndərmək istəyirsiniz? Vacibi, qardaş, sənətdir. Sənətin olmadısa, sən çölə çıxacaqsan, gizlənə-gizlənə, polis görən kimi qaçacaqsan. Sənətin oldusa, rus dili bilməsən də olar, çünki yavaş-yavaş öyrənib, dальнейший yolu tapacaqsan. Çox sağ olun Muhammed bəy, bu intervyuya görə. İşiniz avanda olsun. Sağ olun.